Hamının Zavarnoy krem kimi tanıdığı bişmiş krem. Yumurtaları və şəkəri qarışdırırıq. Südün yarısını töküb qarışdırmağa davam edirik. Unu əlavə edib topacaqlar yaranmasın deyə dayanmadan qarışdırırıq. Nişastanı tökürük. Sonda qalan südü də əlavə edib yaxşıca qarışdırırıq. Zəif odun üzərində qarışdıraraq bişiririk, təxminən 10-15 dəqiqə. Qaynama nöqtəsinə çatdıqda ocağı söndürüb kremi götürürük. Kremin bişdiyinə əmin olmaq üçün qaşığın arxasına barmağımızla xətt çəkirik. Xətt birləşmirsə krem hazırdır. Üzərinə yağ və vanil əlavə edib yaxşıca qarışdırırıq. Başqa qaba töküb soyuduruq. Krem soyuduqca qatılaşır. Pirojnalar, tortlar və başqa şirniyyatlarda istifadə edə biləcəyiniz krem hazırdır. Nuş olsun. Kanalıma baxmağı və abunə olmağı unutmayın.